ki, Neftçi bu həftə Sabahla oynadı. Mövsümün deyərdim ki, ən negativ oyununu gördük, ən quru oyununu gördük. Yəni Neftçi Neftçi adına təbii ki. Ümumiyyətlə elə oyun o qədər deyim ki, gözə gəlimli, diqqət çəkən deyildi, amma müqayisədə Sabah daha yaxşı oynayırdı, daha yaxşı hücumlar qururdu, daha çox topa sahib olurdu. Amma Neftçinin futbolçuları niyə meydana çıxdıqlarını başa düşə bilmirdim. Yeni baş məşqçi Yuri Verindub da həmin oyunu izləyirdi. Ən azından özün də futbolçu olmusan. Mən də ora gələcəkdim. Ən azı futbolçu olmusan, yeni baş məşqçi gələndə, yəni futbolçular özünü ona göstərmək üçün meydanda girək, nə bilim, torpağı yesinlər, nə bilim, ayaqlarını qoysunlar butçinin altına, rəqib butçinin altına. Yəni canlarını qoysunlar ki, mən bacarıram, mən buradayam, yeni baş məşqçini gözünə soxsunlar sözün yaxşı mənasında özlərini. Amma biz bunu görmədik. Yəni Kənan Piriç alışdığımız ənənəvi səhvləri, Sessi Dialmeida meydana niyə çıxmışdı bilmirəm. Oyundan sonra Sənan Qurbanov bildirdi ki, fasilədə bir neçə futbolçumuz əvəzlənmək istəyirdi. Niyə? Fiziki cəhətdən çatdırmırdılar, zədə problemləri var idi. Yəni müxtəlif səbəblərdən. Başa düşə bilmirəm. Yəni əsas rəqiblərdən biri ilə oyundur. Baş məşqçi dəyişikliyi olan dövrdür, keçid dövrüdür. Yəni futbolçular daha motivasiyalı olmalıdılar. Bu oyun nəticəsi də önəmli idi ki, əsas rəqiblərdən biri idi. Sabahı məğlub etməklə Neftçi liqada mən də varam mesajını ötürə bilərdi, mübarizəyə davam edə bilərdi, amma artıq komandanın aktivində cəmi 16 xalı var. Artıq çempion, liderdən daha doğrusu komanda 14 xal geridədir, Sabahdan 12 xal geridədir və hər iki komandanın aktivində daha bir oyunu var. Yəni Neftçi hər keçən gün vəziyyətini daha da çətinləşdirir. Sanki ardıcıl 3-cü mövsüm Neftçinin Avrokuboklardan kənarda qalacağı qətləşməyə doğru gedir. Sözün açığı, Xanalan, əslində nə lazımdırsa, hamısını sən dedin. Burada çox maraqlı məsələlər var, hal-hazırda Neftçi barəsində danışsaq. Səsimiz yaxşıdır mıydı? Deməli, məsələ nədir? Sən deyirsən ki, Sənan Qurbanov fasilədə bir neçə futbolçunun əvəzlənməsi futbolçular tərəfindən gəlib də bu tələb. Bəli, bəli. Düzdür? Yəni mən bilirəm ki, Samir Abbasov, yəni bundan öncəki komandanın baş məşqçisi, fiziki hazırlıq baxımından bəlkə də Azərbaycanda komandaları, öz komandalarını fiziki baxımından ən yaxşı hazırlayan məşqçilərdən biridir. Çünki mən də Samir Abbasovun rəhbəriyyatına çıxış eləmişəm və biz dua edirdik ki, o fasilə gec gəlsin ki, o Samir müəllimin məşqlərindən yəni geyib evə çıxa bilmirdik. Həqiqətən də, yəni əgər bugün fiziki hazırlıqdan hansısa futbolçu şikayət eləyirsə, bu düşündürücü bir sualdır. Bu birinci məsələ. İkinci məsələ, sənin dediyin kimi yeni məşqçi gəlib, oyunu tribundan izləyir və mən əminəm ki, bütün futbolçular bunu bilirdi. Artıq yeni məşqçinin gəldiyini, oyunu izlədiyini, yeni məşqçi gəlməsini, qardaş, siz meydanda nə işlə məşğulsunuz? Bu Neftçi komandasıdır. Yəni, həqiqətən də adam gözlərini, sanki bir sənin adama nə, elə bir ki, hansı o vibe verir Neftçinin oyunu? Sanki mövsüm bitir, bir tur qalıb mövsüm bitməyinə. Və yaxud da son turdu Neftçi çempionatı 7-ci, 8-ci yerdə bitirib. Nə Avrokuboklara çıxışı var, nə Premier Liqadan düşür. Yəni futbolçular çıxıblar ki, bu günləri oyunu oynayaq. Vəssalam da, yəni çempionat qutarsın, çıxaq edək evimizə, işimizə. Qardaş, sizin aldığınız pulu, Neftçinin bir oyuncusunun aldığı pulu, Azərbaycanda 150 ailə dolanır o pula. Yəni bunlara bunu deyən yoxdur ki, siz bu Neftçinin adını necə siz bu nəinki Neftçinin adına, heç Neftçi olmasın, başqa bir komanda olsun. Sən bu aldığın bu əmək haqqı, bu əmək haqqının qarşılığını verin də. Bu nə yəni inandırım sizi, mən Neftçinin oyununa baxıranda, hər oyuna da, mən yəni burada gizlətməli deyil, bu klub mənim üçün çox əziz klubdur. Yəni mən futbolçu, bugün mənim burada oturmağımda, Neftçinin hər kəsdən böyük əməyi var. Yəni mən Azərbaycan futboluna belə deyək, bəxş eləyən klub Neftçidir. Mən Neftçidə olanda, biz uşaq futbolundan danışıram sənə.
Keçən də verilişdə dedim, o Telefon belə hiss elədi o Neftçinin varlığını, bu futbolçular hiss eləmirlər. sən təsəvvür elə, valla mən oyuna baxanda əsəbimdən partlayıram. Ya bu futbolçular elə belə pul almırlar, bunlar. Heç olmasa, bax, mən sənə bir söz deyim. Sən pis oynaya bilərsən. Sən düz pas verməyə bilərsən. Sən düz zərbə vurmaya bilərsən. Sən səhv ötürmə eləyə bilərsən. Səhv qərar verə bilərsən. Bunlar hamısı futbolun içində var. Amma sən pis mübarizə apara bilməzsən. Düz. Bu mübarizə aparmaq istəmir bunlar. Bizim yaxşı sözümüz vardı, uduzanda da kişi kimi uduzun. Yəni valla mən belə sən Neftçi rəhbərliyində tanıdığım insanlar da var. Yəni mən onların yerində olsam, həqiqətən də yəni o bir dənə komanda var idi İsveçrədə, Sion komandası. Prezidentləri dəlinin biri idi. Komanda uduzurdu, aparırdı dağılmağa, dedi ki, cava getdiniz qaçmağa. Yəni valla bunlara artıq belə şey eləmək lazımdır. Ya kişi, qardaş, Deyəcəm, Bakara aparsınlar, dağa yəni qaçmağa. bilmirəm kimi aparırlar, aparsınlar. İnsanlar bu qədər əziyyət çəkirlər, bu qədər maliyyə xərclənir, dövlət bu qədər pul ayırır bu komandaya. Yəni kim istəyir gətirirlər, nə bilim, hansı çempionatlardan. Bir nəfər belə bu Neftçidə bir nəfər belə özünü ortaya qoyub göstərmir ki, qardaş, mən özümü öldürürəm. Mən öldürürəm, bunlar hiss eləmirlər. O da yoxdur. Sanki çıxıblar meydana, elə belə oynadı, qutardı, getdi. Nə bir 3 dənə ötürməm var. Yaxşı, tutaq ki, problem Samir Abbasovdaydı. Düzdür? İndi Samir Abbasov yoxdur. 2 oyunu Salam müəllim gəlib də, indi yeni məhiti gəlib, düzdür? İndi yaxşı, problem Samir müəllimdə idisə, indi çıxın oynayın da. Lap bərbad gündə. Yəni bu nətər şeydir, valla inandırım səni, o Neftçidə işləyən insanlar var ha. Yəni onlar infaq firması böyük şeydir. Həqiqətən də mən sənə açıq deyirəm, adamlar bu qədər maliyyə, bu qədər şərait, 5 ulduzlu otellər, Neftçinin hal-hazırki bazası Avropada bir çox böyük komanda bazasından daha, belə deyim də, infrastruktur baxımından daha yaxşıdır. Bundan artıq nə olmalıdır? 5 ulduzlu otellərdə Neftçinin şəraiti yoxdur.